Əvvəllər Çingiz Abdullayevdir. Bəli. Uşaqlıq illəriniz necə keçib? Yəni necə bir ailədə böyümüsünüz? Mühafizəkar ailə idi, yoxsa liberal idi? Sizə daha çox deyək ki, özünüzü ifadə etməyə şərait yaradırdılar, azadlıq verirdilər, yoxsa? Yox, azadlıq verirdi. Atam tikinti üzrə işləyib, çalışıb, anam işləməyib. Bizdə həmişə ancaq təhsilə çox yer verirdilər, təhsilə. Oxumaq lazım idi. Oxumaq lazım idi. Yəni 5 uşaq olmuşuq, hamımız oxumaq mütləq lazım idi. O vaxtlarda yəni. Amma bu sahədə heç kim olmuyor da sizin? Bu sahədə yox, bu sahədə heç kim, nəsə yoxdur bizdə heç kim. Yəni aktris, aktyor yoxdur. Bax sizin o, sən həmişə mənim məsələn tamaşası ekrana gedəndə olubmu ki, ailəvi oturub baxmısınız valideynlərinizlə? Əlbəttə ki. Onlar münasibəti necə idi məsəl üçün? Valideynlərimizlə deyəndə o vaxt Hasan rəhmizə getmişdi. Amma anam var idi, anam baxırdı. O çox sevinirdi. Ən çox sevinən o idi həmişə. Fəxri alanda da hər bir tamaşada, elə bir tamaşa, elə bir premyer olmurdu ki, gəlib baxmasın. Həmişə baxıb. Həmişə gəlib baxıb. Həmişə baxıb, həmişə. Yəni o sizin bu sahədə olmanızı qiymətləndirirdi? Mütləq, ən çox özü sevinirdi, həmişə ki, mən bu sahədə çalışıram. Bəs bu tələbə vaxtı müəllimləriniz kim olub? Müəllimlərimiz çox olub. Ənvər Vəliyev, Allah rəhmət eləsin. Fuad Hacıyev olub, Ələmdar müəllim, Quluzadə, çox müəllimlərimiz olubdu. Nəsir Sadıqzadə, bizim sənət müəllimlərimiz olubdu. Bəs tələbə yoldaşlarınızdan, yəni eyni kursu bitirdiyiniz, indi də aktyor işləyənlər? Aktyor işləyənlər? Var. Aktyor işləyən də var, direktor da var. Yux teatrının direktoru İslam. Bir yerdə oxumuşum. Nə gözəl, Var, aktyor dostlarımız çoxdur. Sərvər var idi, rəhməti, o yoxdur. Sərvər Şahbəyli. Bəli. O. Bir neçə yoldaşlarımız da işləyir, şey var. Siz ailədə necəsiz ümumiyyətlə? Yəni, ailə üzvlərinizlə, övladlarınızla dostluq münasibəti qura bilirsinizmi? Bax, o yaxşı sualdır. Mən onlarla həmişə dost olmuşam. Həmişə. Deyim ki, bəlkə də heç bu neçə ildə, bu 35 yaşı var da böyüyündə, heç bəlkə bir 5 dəfə üstünə qışqırmamışam. Belə, yəni bizim aramızda çox yaxşı münasibət olub, həmişə, uşaqlarla. O, ata-oğul dostluğu olanda mənə... Dostluğu da olubdur, dostluq. Ən çox, böyüklə çox dostluq eləmişik. Balaca oğlumla da çox yaxşıdır, münasibət çox yaxşı. Ümumiyyətlə, qız uşağı daha çox ataya bağlı olur. Qızınızla dostluq necədir? Sizlə məsləhətləşirmi? Məsləhətləşir, bəlkə də anası ilə çox ola bilər. Amma mənlə də yaxşıdır, çox yaxşıdır münasibəti, çox yaxşıdır. Uşaqlarla mənim heç bir problemim yox. Övladlarınıza razısınız, onlar da sizə razıdır. Çox razıyam onlarla. Məsələn, Nizami filminə toxunaq. Yəni, Nizami filmi 82-ci ildə çəkilib və bu çox məsuliyyətli bir film idi. Eldar Quliyevin filmi, eyni zamanda Müslüm Maqamayev kimi bizim dahi bir sənətkarımız da orada Nizami obrazında, Həmid Ömərova və digər aktyorlar. Necə idi ora, proses necə oldu ki, o filmə düşdünüz? 81-ci ildə məktəbi bitirdikdən sonra orada dram kinoya vermişdim sənətləri. Birinci il kəsildim, yəni qəbul ola bilmədim. O vaxtlar elə idi ki, mütləq gərək bir dövlət strukturlu, dövlət yerində, bir yerdə işləməli, çalışmalısan. Mən də getdim ASTV-də, orada filmoteka var idi, orada 17 yaşım var idi, işlədim orada bir il. Ondan sonra universitetin nəzdində lektori var idi, hazırlıq kursu kimi. Axşamlar da gedirdim ora. İşdən sonra da gedirdim ora. Orada rejissorlar bizə elə bir ki, master class demirlər, elə bir şeylə keçirilirdi. Orada çəkilir, işləyib. Bir də gördüm ki, bizim tanıyarıq siz onu, Rüstəmov, Asif. Asif Rüstəmov. Rejissorumuz da bizim. Gəldi, dedi ki, bəs səhər Eldar müəllimin yanına gedək. Bir iş var, sən orada gedək. Getdik ora. Əvvəl fotoprovalar var idi da, belə sınaq çəkilişləri. Onlar olandan sonra da o filmdən bir dənə səhnə verdilər oynamağa. Ən çətin səhnəsi o, Leylinin ölən səhnəsi var. Və o vaxtı Moskva
onu deyirdik, məsəl üçün hansı aktyor çəkilə bilər, hansı yox. Oradan təsdiqlənirdi. Mütləq təsdiq oradan gəlirdi, Mosfilmlə. Bu Nizam filmi həm də Mosfilmlə əməkdaş bərabər çəkilibdi. Getdi ora film, o həmən o yerlər düşdüm ki, çəkilim. Əminəm, siz ondan sonra instituta gəldim. Ondan sonra qəbul oldunuz. Amma siz onda çox gözəl və yaraşıqlıydınız. Siz özünüz bunun fərqində idiniz ki, yəni bu gözəlliyinizə görə siz yəni ola bilsin ki, istedadınız var o heç. Amma gözəllik biraz ön plana keçə bilər də, yəni sizi ona görə daha çox təsdiqləyə bilərlər kimi. O vaxt o foto çəkilişləri elə çox idi ki, mənə demişdilər ki, bəlkə bir 360-a qədər dəvət olunmuşdu uşaqlar, mənim yaşımda. Hamısından seçirdilər, hə, onlar gedir. O qədər adam içində bir nəfər siz seçildiniz. Hə, bir Ceyhun adında bir dostumuz qalmışdı. Onunla məni axırda ikimizi çəkdilər. Ceyhun çəkilmədi, sonra mənim filmə çəkdilər. Bu əslində böyük olurdu, yəni filmə düşmək, bir də bir komanda ilə. Gəl o prosesə qayıdaq, çünki orada bir maraqlı bir hadisə baş verib ki, siz Müslüm Maqomayevə üzük bağışlanıb. O çoxdan ona bağışlanıb. Rıza Şah Pəhləvi bağışlayıb. Bəli. Amma o üzüyü əlində olub, çəkiliş vaxtı o üzüyü çıxarıb qoyub sizə tapşırıb. Necə oldu? O heç vaxt çıxartmırdı o üzüyü. Filmdəki dekorasiyalar ki, qurulanda ki, rəngləyirlər. Əli batmışdı onun çox belə qara o rənglərlə də. Hələ qurumamışdı. Amma film çəkilməli idi də. Orada kinostudiyada, pavilyonda. O bir iki dəqiqəlik belə çıxartdı ki, saxla, əlimi yuyum, verərsən. Elə oldu ki, Eldar mənim də onu çağırdı, o girdi səhnəyə çəkilməyə. Heç nə eləmədi, yəni geçsin. Mən də getdim. Yox, mənim də əlim batmışdı. Orada dekorasiyalar deməli qurulmamışdı, amma çəkiliş olmalıydı. Mən də dedim ki, əlimi yuyaram, mən də gedərəm. İçəridə sonra bunu biraz aralandım. Elə bir ki, buradan bir qapıya gedərdi. Onu qoymuşdum əl üzüyən yerin yanına. Bir də gördüm, yoxdur. İçəridə yanınıza düşüb ki... Çox uzaq getmədim də. Yoxsa gör kimin indi, kimsə aparmışdı onu. Vay. Qaçdım, getdim, gördüm orada da götürdüm. Heç o özü də bilmədi. Tez gəldim, dayandım orada çəkiliş başlatkasında orada. Mən təsəvvür edirəm ki, yəni o Allah göstərmədi, içsəydi... O başqa bir şey idi. Başqa bir təəssürat yaranardı ondan. Əlbəttə. Və siz bu bəladan xilas onu götürdüm, o dayanmışdı, elə əli ilə dedi ki, spasibo Ahmet, sağ verdim. Özünlə belə... O özü də bilmədi. Özü də bilmədi. Demədim də, ondan da sonra deməmişəm heç. Amma orada özünlə söhbət edirdiniz belə, ünsiyyət qururdunuz. Hə, yaxşı. Mən 2-ci ildə institutdan kəsildim. Getdik Nizamiyə, yox, gəldik Nizami filmini çəkdik, sardık gələndə. Biz gedəndə də mənə dedi ki, bəs oxuyursan universitetdə, teatr əlində? Dedim, yox, oxumuram. Dedik, mən sən söz verirəm, oxuyacaqsan. Sən oxuyacaqsan. Açıq danışaq da. Aha, bəli. Mən dedim, yaxşı, oxuyacaqsan. Mən 2-ci ildə kəsildim tarixdən. O biri qiymətlərim yaxşı idi, amma tarixdən nəsə kəsdirər məni. 2 gün keçmişdi üstündən. Gəldim kinostudiyaya, gördüm ki, Eldar mənimlə oturublar. Müslüm Maqomayev. Otaqda oturublar. Həmişə kimi. Dedi, təbrik eləmək olar səni. Dedim, yox. Dedim, mən ki, sənə söz vermişəm axı. Sən institut oxuyacaqsan. Necə oldu, elədilər, onu düzəltdilər. O vaxt 30 nəfər qəbul idi. 10 nəfər. Bəlkə də indiyə qədər elə bir şey olmayıb ki, bir qrupda 11 nəfər oldu. Bir qrup oldu 11, o biri 10, o biri 10. Yəni o təşəbbüs oldu. Bəli, o zəng elədi, xahiş elədi, bir dənə yer Eldar müəllimlə ikisi. Elə elədilər ki, heç kimi mənə görə də çıxartmaq olmaz, olmaz çıxartmaq. Mən 31-ci adam oldum, elə şey yox idi. 30 qəbullu idi, amma 31 oldu. Onu maraqlı bir faktdır ki, yəni Müslüm Maqomayev sizin həyatınızda belə bir... Eldar müəllim bir də o. Onlar mənə çox yaxşı söyləyirlər, həmişə unutmaram. Ruhlar şad olsun. Heç vaxt unutmaram, heç vaxt. Bəli. Çünki elə bir əsas deyirəm, filmdə, baxmayın ki, Nizami filmi, Nəsimi filmi qədər çox populyarlıq qazanmaz, amma hər halda tarixi filmdir. Onlar olmasaydı yarımçıq qalacaqdı Nizami filmi, başqa adamı çəkəcəkdilər, mənə əskər aparacaqdılar. Bəli. Ona görə ki, yaşım çatmışdı əskərlik vaxtı. Mənə dedilər ki, əskər getməlisən. Amma film çəkilirdi. Onda Eldar müəllim
zəng elədi, orada danışdı. Dedi ki, yaxşı, birinci kursu qutarsın, 19 yaşında gedər. Bu film çəkilişləri məqamında nəsə maraqlı məqamlar olub, xatirələr? Maraqlı məqamlar olub ki, orada o qaçan yerlər var idi, səhər-səhər 50-52 dərəcə isti olurdu. Orada Türkmənistan, Özbəkistan, hamısı isti yerlərdə özdə yayda çəkirdilər. Orada əziyyəti çox olurdu. Təcili yardım da gəlib, mənə görə pis olurdu. O istidə çox qaçırdı. O qaçan dəli yerləri var. O yun paltarlar, Yəni yun paltar və isti havada, isti hava. günün altı səhralıq. Ağaca gün çölünə aparmışdılar, biz orada çəkilirdik. Nəfəs almaq olmur, heç. O dərəcə çətin. Çətin əlbəttə. O syomkada sizdən əlavə Müslüm Maqomayev orada var, o kadrda yoxsa aktrisa? Aktrisa Yuliya Səyəliyeva. O var. O var idi. Və Müslüm Maqomayev o da getmişdi. Vertolyotla bizi apardılar oraya, Karakum. Yoxdur, Ağcakum kimi. O da getmişdi, amma o başqa səhnəni orada çəkdilər onu. Mənə elə gəldi. O da geyimi olsa isti, qalın geyimdi də. Əlbəttə. Təbii ki. Əlbəttə. Əmədəm, sən həmişə mənimləsən tamaşasında, bildiyimə görə final səhnəsində sizin ayağınız sınmışdı və oradan birbaşa xəstəxanadan gəlmişsiniz sonra. Yox, ayağım sınmamışdı. Bir ağır belə bir şey düşmüşdü üstümə. Futbol oynayanda yuxarıda patlanqa yoxdu, o düşmüşdü üstümə. Vay, ağır. Əlbəttə, больницada yatırdım. Və o axırıncı səhnələr ki yoxdur, qızın getmə səhnə var. Siz də onun arxasında düşürsünüz. Onu xəstəxanadan gəlirdi, mən gətirdilər, iynə vururdular, çəkirdim, biri gəlirdi. Adım yeryüzüne gelir insan yeryüzünü seyre çıkar adım 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 geler seher adım adım gider gece can. Bir neçə gün. Yox, 2 gün, çox yox, 2 gün. Yəni çətinliklə gəldiniz. Onda Rasim mənim öz maşınında mənə başa salırdı ki, belə öyrədirdi də, yəni. Mən düşünürəm ki, bəlkə biz Əhməd müəllim bu verilişdə